İmam Cəfər Sadiq əleyhissalam mübarək kəlamlarının birində belə buyurur: Qiyamətin günündə 3 təbəqə Allaha məxsus olacaq. Yəni onlar Allahın qonaqlarıdır. Allaha xas təbəqədir o təbəqələr. Birinci təbəqədən olan insanlar o insanlardır ki, Allah rızası üçün öz dostunun ziyarətinə gedib. Belə şəxs Allahı ziyarət etmiş kimidir. Allahın üzərindədir ki, onun nə diləyi varsa onu etsin. Başqa bir hədisdə imam buyurur ki, dostunuzu ziyarət etmək üçün, onu yoxlamaq üçün getdinizsə, o yerdə istədiyiniz duanı eləyin. O yerdə Allah duaları daha tez qəbul edər. İmam əleyhissalam buyurur ki, ikinci təbəqə, yəni qiyamətin günündə Allaha məxsus olan ikinci təbəqə məsciddə oturub namazı gözləyən, növbəti namazı gözləyən şəxsdir. Bu şəxs Allahın qonağı adlanır. Allahın üzərində haqdır ki, öz qonağına hörmət etsin, ikram göstərsin. Üçüncü təbəqə hac və ümrə ziyarətinə getmiş şəxslərdir. Qiyamətin günündə bu şəxslər Allaha məxsus şəxslərdir. Onlar yer üzərində Allahın nümayəndələridir və Allaha da vacibdir ki, öz nümayəndələrinə hörmət göstərsin. Bu da onu göstərir ki, əziz möminlər, bu 3 təbəqədən olmağımız üçün hədisdə buyurulan həmən o məsələlərə xüsusi bir diqqət yetirək. Namazı qılmaq şərtdir, amma namazı elə bir şəkildə qılmalıyıq ki, o namaz bizi hər növ çirkinliklərdən qorusun. Namaz sizi hər cür pisliklərdən, xoşa gəlməz işlərdən qoruyar. Bir nəfər gəldi İmam Cəfər Sadiq əleyhissalamın yanına, dedi: ağa, nə bilim ki, namazım qəbuldur. Həzrət buyurdu ki, bax əməllərinə. Əgər sənin əməllərin Qur'anın buyurduqlarına uyğundursa, deməli namazın məqbul. Əks halda qeyri-məqbuldur. Ayə də nə deyir? Qılın sizi qorusun. Əgər elə qılırsan, səni qorumursa, deməli qıldığın namazın bir mənası və keyfiyyəti yoxdur. Ona görə də Peyğəmbər salavatullah mübarək kəlamlarında namazı xuzu və xuşu ilə qılmağımızı bizə bildirib. Xuzu yəni qəlbən qılmaq, xuşu isə təvazökarcasına qılmağa deyərlər. Mübarək kəlamlarının birində buyurur ki, namazını yüngül sayan, yəni necə gəldi qılan şəxs məndən deyil, şərab içən məndən deyil. Bu 2 təbəqə, yəni namazı yüngül sayanlarla şərabxorlar mənim hovuzumun kənarında mənə yetişməyəcəklər. Yəni Kövsər hovuzunun kənarında. Bizim hədis mənbələrimizdə qarğa namazı deyilən bir namaz növü var. Bu, indi sizin diqqətinizə çatdıracağım hədisdən götürülüb. Hədis İmam Cəfər Sadiq əleyhissalamdandır. Böyük hədis alimimiz Məhəmməd ibn Həsən Hür Amili Vəsail-ü Şiə əsərində nəql edib bu hədisi. İmam buyurur, Peyğəmbər salavatullah məsciddə idi. Bir nəfər kişi, bir nəfər şəxs daxil oldu məscidə. Səcdəyə yaraşmayan şəkildə yüngül formada səcdələr elədi. Peyğəmbər salavatullah onun namazını görüb belə buyurdu: qarğa dimdiyini yerə vurub çəkən kimi bu adam da eləcə namazını qıldı. Əgər bu adam beləcə dünyadan getsə, mənim dinim üzərində olmayıbdır. Deməli, əziz möminlər, bu hədis onu göstərir ki, namazımızı qılarkən çox diqqətli olmağımız vacibdir.